Bir də deməli, Toxtamışa qarşı müttəfiq qazanmış olur. Bir də Cənubi Qafqaz hakimləri, məsələn, Şəki hakimi, Gürcü hakimi İbrahimin vasitəsilə Əmir Teymurla öz itaətlərini bildirirlər və onlar dağlara xilas olmağa çalışırlar. Belə bir məsələ. Yəni, Əlincə qalasından başqa hər yer tutulmuşdur. O, ikinci yürüşündə 2392-ci ildə baş verdi. Burada da Əlincədən başqa hər yer tutulur. Burada tutulma məsələsində bir dənə Əlincənin yazaq binədə yenə də tutulmadır. Burada Təbrizin tutulması xüsusi vurğulanır. Vurğulanır da. Üçüncü, Şəki hakimi Seydəli gəlib ona itaətini bildirir İbrahim vasitəsilə. Amma buradan çıxıb gedir, Miranşahı burada hakim təyin etmişdi Əmir Teymur. Buradan çıxıb gedəndən sonra Şəki hakimi Əlincə qalasının müdafiəsinə kömək edirdi. O döyüşdə qalib gəlsə və öldürülür. Əmir Teymur üçüncü dəfə gələndə, nəhayət ki, burada Əlincə qalasını da tutdular və 1400-cü ildə tutulmuşdu bu. 14 illik qəhrəmancasına müdafiədən sonra Əlincə qalası Teymurlar tərəfindən tutulur. Niyə? Çünki müdafiəçilər arasında ixtilaflar, fikir ayrılıqları baş vermişdir və tutulur. Nəsə, Azərbaycan işğalı 1400-də başa çatdırdı. 1405-də 1405-ə qədər İbrahim hər zaman Teymurların müttəfiqi idi. 1395-ci ildə Terek döyüşündə Teymurla birlikdə Qızıl Orduya qarşı döyüşmüşdü və 1402-ci ildə Ankara döyüşündə də Teymurla birlikdə vuruşur. Bizim kitab ilə də bilmirik. 1405-də Əmir Teymur ölür. Səfər zamanı yox, səfərə ərəfəsində. Getməmişdən 5 dəqiqə qalaq məsələn. Ərəfə, bax misal üçün, biz bugün ayın səsi deyil, 17-si düzdür. Yeni il başlayır, olur yeni il, olmuyor da. Yəni biz yeni il ərəfəsindəyik və ərəfə bu deməkdir. Ərəfə bəzi uşaq edə bilir ki, elə zamanında, həmən dövründə, həmən dövründür. Əmir Teymur öləndən sonra İbrahim Teymurlara qarşı münasibəti pislər dəyişdirir və Teymurlərlə mübarizə aparır adam. Məsələn, mübarizənin bir dənəsi 1405-ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə Teymuri Mirzə Öməri məğlub edir. Teymurləri məğlub edir. Və müttəfiqlərlə Şəki hakimi Seyid Əhməd, bir də Gürcü hakimi idi. Və bu zaman Təbrizdə də Teymurlara qarşı üsyan baş verir və əhali qışqırmağa başlayır ki, İbrahim, gəl bizə də kömək edin. Getdin? 1406-cı ildə Təbrizə daxil olur. Üsyan saxını çalmışdılar, bəlli. Daxil olur. Vergi və idarəçilikdə qayda qanun yaradır. Beləliklə, bitti.